şəhid övladları üçün gənclik düşərgəsi təşkil olunub. Əsas məqsəd gənclərin intellektual, sosial və şəxsi inkişafına dəstək olmaq, onların yaradıcılıq və komanda ilə işləmə bacarıqlarını gücləndirmək olub. Düşərgə müddətində onlar üçün Heydər Əliyev və Azərbaycan Gəncliyi adlı sənədli film nümayiş olunub, komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib. InnoLand İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə innovasiya və ideya generasiyası mövzusunda təlimlər, startap anlayışı və təqdimat bacarıqları üzrə sessiyalar keçirilib. İştirakçılar yaradıcı düşünmə, problem həlli və ideyaların təqdimatı istiqamətində bilik və bacarıqlar əldə ediblər. Komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər mükafatlandırılıblar. Düşərgənin bağlanış mərasimində gənclik düşərgəsi gənclərin potensialının üzə çıxarılması, onların gələcək həyat və karyera seçimlərinə müsbət təsir göstərilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.